İlham Əliyev və Mehman Hüseynov arasında gedən müharibəyə görədir. Təbii ki, mənim səsimdir, amma birincisi orada heç nə yoxdur. Hakimiyyət dəyişikliyi müzakirəsi məsələsidir. İkincisi, o hansısa bir söhbətin bir parçasıdır sadəcə olaraq. Amma o parça da oradan-buradan kəsilib yapışdırılmış bir parça. Təbliğat üçün ortalığa atılmış bir boş və mənasız bir məsələdir. Və %100 də əminəm ki, məhz indiki mərhələdə ortalığa atılması DTX, İlham Əliyev və Mehman Hüseynov arasında gedən müharibəyə görədir. Mən ən müxtəlif adamlarla Azərbaycanda hakimiyyət dəyişikliyini, mümkün hakimiyyət dəyişikliyini və zəruri hakimiyyət dəyişikliyini müzakirə etmişəm, edirəm və bundan sonra da edəcəm. Burada təəccüblü bir şey yoxdur. Amma heç bir halda, heç bir xarici, xüsusi və yaxud ümumi dövlət orqanı ilə bu məsələləri müzakirə etməmişəm. Elə bir niyyətim də olmayıb, elə bir təkliflər də mənə olmayıb bu vaxta qədər. Əgər DTX tapıb ortalığa çıxarsa ki, kəlimət Zahid hansısa, nə bilim, fransızlarla, ruslarla, ingilislərlə, almanlarla, çinlilərlə və yaxud kimlərləsə Azərbaycanda dövlət çevrilişi haqqında söhbət eləyir. O başqa məsələ, əlimin dalını qoyarıq yerə ki, tamam, bitdi bu söhbətlər, daha mən ifşa olundum. Əgər bunlar doğrudan da tutarlı argument peşində edilərsə, gözləyərdilər ortalıqda hansısa, heç olmasa dövlət çevrilişi cəhdinə bənzər nəsə yaranardı. Hər şey bir halda ki, bunların nəzarətindədir. Ondan sonra hansısa əməliyyat hüquqi tədbirlər başlayaydılar. Amma özləri də bilirlər ki, boş məsələdir. Ortalıqda heç nə yoxdur. Ona görə müxtəlif montaj, nə bilim mən, uydurma, problemə və prosesə ümumiyyətlə dəxli olmayan min cür məsələləri bir araya gətirib bir-birinə yapışdırmaqla güya nəsə ictimai rəy yaratmaq istəyirlər.